is sin hərfinin üstündə tormuzlama vermək lazımdır. Ani müddət ərzində. İsrailezkuru. Ra hərfindən sonra gördüyünüz kimi məd var. Ra qalın oxunacaq. Məddin görək həmzəyə aidliyi var yoxsa yoxdur. İsrailə kəlməsi bir kəlmədədir. Mədlə həmzə, ona görə bu olacaq məddi müttəsil. 4 hərəkə miqdarında uzadılacaq. Sonra gəlir bizə uzkuru, İsrailezkuruda. Burada İ'də nə var? Uzunluq var. Çünki İ'dən sonra təbii mədli hərf gəlir. Lezkuru, zəl hərfinin məxrəci, demək dediyimiz kimi, bundan qabaqda dedik ki, dil iki dişin arasına xəfiflə daxil olur. Pərtək z səsini deməyə çalışmaq lazımdır. Uzkuru.